Mən açıkçası bu danışıqlardan da çox ciddi irəliləyişlərin gözləmirəm. Çünki tərəflər arasında məsələlərə münasibətdə ciddi fərqlərin olduğu ortadadır. Və bu görüşə qədər olan görüşlərdə də və elə bugünkü görüşlə bağlı verilən açıqlamalarda da biz bu ziddiyyətləri görməkdəyik. İran tərəfinin ən böyük gözlədiyi nəticə Qatarda dondurulmuş 12 milyardlıq vəsaitin müəyyən bir hissəsinin İrana verilməsi ilə bağlı razılığın əldə olunmasıdır. Prinsipcə Amerika Birləşmiş Ştatları da ola bilsin ki, buna etiraz etməz. Çünki dondurulmuş vəsaitlərin bir qisminin İrana verilməsinin müqabilində həmən vəsaitlərin xərclənmə məsələsinə Amerikanın da nəzarət mexanizmlərindən söhbət gedir. Donald Trump'ın bir müddət öncə açıqlamasında qeyd olunmuşdu ki, həmin vəsaitlərdən 500 milyon dollar Amerika kənd təsərrüfat mallarının alınmasına sərf olunacaq. Çünki İran öz öhdəsinə götürür ki, həmin vəsaitlərdən Amerika mallarını alacaq. Yəni bu baxımdan bu texniki əlbəttə görüşün olması əhəmiyyətə malikdir və ən azı savaş riskini müəyyən qədər azaldır. Amma açıkçası mən bu danışıqlar prosesini problemin bir dəfəlik həllinə gətirib çıxaracağını düşünmürəm. Ən azı qarşıdakı yaxın perspektivi nəzərə alsaq, yaxud bölgədə təhlükəsizlik arxitekturasının ciddi şəkildə zəifləyəcəyini düşünmürəm. Sadəcə olaraq bu savaş İrana müəyyən qədər əl-qol açmaq imkanı verdi. Bunu demək, qeyd etmək lazım. Doğrudur, İrana 40 günlük savaş dönəmində çox ciddi zərər verildi. O özünün lider kadrosunun əhəmiyyətli hissəsini itirdi. Söhbət ali bir rəhbərin qətlə yetirilməsi və İranın hərbi elitasının əhəmiyyətli hissəsinin sıradan çıxarılması və siyasi elitasının da ən önəmli şəxslərindən bir neçəsinin demək, öldürülməsi bu ciddi bir zərərdir. Bundan başqa İrana hərbi, iqtisadi baxımdan çox ağır zərbələr vuruldu. İran donanması ilə bağlı biz bilirik ki, hansı vəziyyət mövcuddur. Donanmanın əhəmiyyətli hissəsi sıradan çıxarıldı, raket arsenalının əhəmiyyətli hissəsinə zərər verildi, dron istehsal sahələrinə zərər verildi, strateji obyektlər vuruldu və s. Amma bütün bunlara baxmayaraq İran nəyi əldə etdi? Bir, rejim özünü qoruya bildi və ayaqda durdu, tam şəkildə total nəzarəti həyata keçirməkdədir və məhz rejimin qorunması, yıxılmaması İranın yaxın şərqdə, ümumiyyətlə bölgədə geostrateji özünün əminliyini artırdı. Və bundan sonra da bölgədə çox ciddi şəkildə biz İranın aqressiyasının davam edəcəyini görəcəyik. Yəni İran bütün bu demək gördüyü zərərlərin qarşısında iki mühüm rıçaq əldə elədi. Bir, Hörmüz boğazı ilə bağlı demək ki, necə deyərlər, təsir vasitəsi İranın əlindədir. Baxmayaraq ki, Omanla danışıqlar gedir, İranla ayrıca bu istiqamətdə danışıqlar aparılır, amma İran açıq şəkildə gördü ki, Hörmüz boğazı onun nüvə silahından daha güclü bir silahdır. Yəni, Hörmüz boğazına nəzarət edib, necə deyərlər, planetin hülqumunu buradan sıxmaq mümkündür və İran da bundan vaz keçməməyə çalışacaq. Buna nə qədər tab gətirəcək, onu da gələcəkdə biz görəcəyik. Çünki Omanın Hörmüz boğazı ilə bağlı məsələdə baxışları İranın baxışlarından fərqlənir. Və ikinci məqam, İranın geostrateji ambisiyalarını artıran məsələ İranın faktiki olaraq Livan məsələsində söz sahibi olmasıdır. Doğrudur, bu savaşa qədər İran faktiki olaraq Livanda çox ciddi təsir imkanlarına malik idi. Hazırki şəraitdə Amerika Birləşmiş Ştatları ilə aparılan danışıqlarda İran faktiki olaraq həm də hüquqi cəhətdən özünün bu iştirakını, bu imkanlarını legitimləşdirdi. Yəni, Amerikan tərəfi də İranın bax bu ambisiyalarını, Livandakı rolunu qəbul etdi. Bu bir artıq yeni dönəmin mənzərəsidir. O baxımdan İranın strategiyasında hansısa çox ciddi dəyişikliyin olacağını mən düşünmürəm. Bəli, dəyişiklik olacaq. Təəssüf ki, bu bölgənin zərərinə olacaq. İranın ambisiyaları artdıqca onun aqressiv siyasəti də güclənəcək. Və diqqət edin, İran tərəfdən verilən bütün açıqlamalarda hamısında nə deyilir? Amerika tərəfi dünyanın hansı bir hissəsində bizə zərər verəcəksə, zərbə vuracaqsa biz
qonşulara zərbə vuracaq. Yeni dönəmdə İranın bu aqressiyasıdır. Bu nə qədər davam edəcək, bunu söyləmək çətindir. Ən azı noyabr ayına qədər bu proses davam edəcək. Çünki tərəflərə həm də vaxt lazımdır. İran da özünü toparlamaq üçün vaxt lazımdır. Amerika Birləşmiş Ştatlarına da zaman lazımdır. Müəyyən qədər itkiləri kompensasiya ediləsin və siyasətini davam etdirsin. Amerika Birləşmiş Ştatları nədən bu prosesdə İsraili müəyyən qədər kənarda saxlamaqla İranla danışığa gedir? Çünki Amerikanın əsas məqsədlərindən biri İranın enerji resurslarına və nadir torpaq elementlərinə nəzarət etmə ehtirasları var, istəkləri var. Bax, bunu həyata keçirməyə, bunu İrandan bir formada bu güzəşti əldə etməyə çalışır. Faktiki olaraq bilirsiniz ki, 40 günlük savaş öncəsində İran tərəfi özü Amerikaya əslində belə bir təklif eləmişdi. Yəni, Amerikanın 4 tələbinin qarşılığında o nüvə proqramı ilə bağlı müəyyən güzəştləri getməyin müqabilində İran tərəfi Amerikaya təklif edirdi ki, İranın enerji sektorunda müəyyən qədər ona demək imkan tanınacaq. Amerika burada iştirak edəcək və eyni zamanda İranın mədəncilik sektorunda da Amerikanın iştirakının nəzərdə tutulan bir təklif İran tərəfindən verilmişdi faktiki olaraq. O zaman sadəcə olaraq görünən odur ki, Netanyahu və Trump hesab elədilər ki, İrana hücumla həm də nəzərə aldılar ki, 2 ay öncə də İranda etirazlar başlamışdı, kütləvi hal almışdı, bütün İran boyu bu etirazlar yayılmışdı. Ki, elə bunun da nəticəsində İranda rejimi dəyişmək olar və Amerikaya, İsrailə uyğun bir rejim, bir hakimiyyət formalaşdırmaq olar, amma necə deyərlər, evdəki hesab çarşıda tutmadı. Ona görə də yeni bir dönəm başlayır. Bəli, bugün Dohada aparılacaq danışıqlar işte asan olmayacaq, texniki danışıqlardır, texniki heyətlər orada iştirak edirlər. Müəyyən məsələlərdə əslində proses necə gedəcək, mənim düşüncəmə görə? Onlar müəyyən xırda məsələlərdə hansısa bir razılıq əldə edəcəklər, əsas məsələlər uzanacaq və bu prosesin uzanmağı bir daha qeyd edən hər iki tərəfin əslində marağındadır. Əlbəttə, Trump istəyərdi ki, İran onun bütün istəklərini qəbul etsin, o da öz qələbəsini elan etsin və aralıq seçkiləri öncəsi bu tezisdən istifadə edərək seçkilərdə yenə də üstünlük əldə edə bilsin. Amma İran tərəfinin məsələyə baxışı da fərqlidir və faktiki olaraq İran Amerikanın da necə deyirlər, o zəif yerini tuta bildi. Çünki Hörmüz boğazının bağlanması əslində Amerika Birləşmiş Ştatlarla birbaşa ticarət əlaqəsi olmasa da, amma Amerikanın enerji bazarına da kifayət qədər mənfi təsir edən bir amildir. Ona görə də Amerika Birləşmiş Ştatları ən azı aralıq seçkilərinə qədər enerji bazarının stabil qalmasında maraqlıdır, neftin qiymətinin stabil qalmasında maraqlıdır ki, hansısa bir demək, sıçrayışlar, dalğalanmalar zərər verməsin. O baxımdan götürdükdə kifayət qədər biz mürəkkəb bir dönəmdəyik və burada İsrailin də biz mövqeyini nəzərə almalıyıq, doğrudur. İsrail Amerika Birləşmiş Ştatlarının iradəsindən çox da kənarda hərəkət edə bilməz. Amma bütün hallarda bəzən İsrail hakimiyyətinin qəfil addımları Amerikanı da necə deyirlər, arxasınca aparmaq istəklərindən xəbər verir və İsrail tərəfinin verdiyi açıqlamalara diqqət edəsək, onlar bir özlərini bu anlaşmaya bağlı hesab eləmirlər. 2, İranla müharibəyə hazırlıqların verildiğini, tapşırıqların verildiğini dünən İsrailin Müdafiə Naziri bir daha təkrar elədi və ondan əvvəl də bildirmiş ki, İran tərəfi İsrailə zərbə indirəcəksə, o daha ağır zərbələr alacaq və ən böyük səhvini etmiş olacaq deyə belə bir təhdid də etdi. Çünki Livan məsələsi İsrail üçün də çox məqbul sayılır. Çünki İranın Livanda artıq o bayaq da siz qeyd elədiyiniz kimi 3 tərəfli danışıqların aparılması o demək ki, İsrailin əvəzindən bu danışıqları Amerika Birləşmiş Ştatları aparır. Necə ki, onun vasitəçiliyi ilə Livan və İsrail nümayəndələrinin danışıqları aparılmışdır və Livan hökuməti ilə İsrail arasında da müəyyən bir təmaslar qurulması istiqamətində addımlar atılır. Amma bütün hallarda İranın bu prosesdə iştirakı heç bir halda İsraili məmnun etməyəcək və bu da yenə gərginlik üçün müəyyən əsaslar yaradacaq deyə düşünürəm. Yəni, savaş bitməyib. Danışıqlar sadəcə olaraq hesab edilən ki, vaxt qazanmaq üçün ən əlverişli də
bir məqamdır, variantdır və tərəflər də bundan istifadə etməyə çalışırlar.